Bakı şəhəri Səbail rayonu Bayraq meydanı ərazisində avtoşluq edən şəxs saxlanılıb. Məlumata görə 2008-ci ildə Neftçala rayonunun Qırmızıkənd kəndində anadan olan Famil Seyidov barəsində İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü avtoxuliqanlıq maddəsi ilə protokol tərtib edilib və işə məhkəmədə baxılıb. Məlum olub ki, əsgər gedəcək 18 yaşlı Famil Seyidov BMW markalı avtomobili idarə etmək üçün Bayraq meydanına yollanıb. O meydanın ərazisində avtomobili idarə edərkən nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ilə avtoxuliqanlıq edib. Famil Seyidov məhkəmədə əməlindən çox peşman olduğunu bildirib və hərbi xidmətə gedəcəyini, yaşının nəzərə alınmasını xahiş edib. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə təqsirli bilinib və nəqliyyat vasitələrini idarə etmə hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 600 manat məbləğində cərimə olunub.